Herkese salam, kanalımıza ve yeni videomuza xoş gəldiniz. Rəqsanə İsmailovanın qızı Yağmur gözəllik mərkəzində çalışdığı üçün onu qınayanlara belə cavab verib. O bildirib ki, istər bacısı Aysun, atası və nənəsi də onun yanındadır. Heç kim məni tərk etməyib. O bu barədə Instagram hesabında izləyiciləri üçün yeni bir post paylaşıb. Həmin görüntüləri sizlərə təqdim edirik.